Bu dərsimizdə radiasiya, temperatur, təzyiq və rütubət haqqında əsas məlumatları biz burada qeyd edəcəyik. Bunlara diqqətlə qulaq asın. Ümumiyyətlə, radiasiya nədir? Radiasiya günəşdən gələn istilik, şüa, enerjinin cəmidir. Ümumiyyətlə, radiasiyanın iki növü var. Bir düz radiasiya var, bir də səpələnən radiasiya var. Düz radiasiya odur ki, yer səthindən düz şəkildə, yəni heç bir maneəyə rast gəlmədən açıq havada, ondan sonra buludsuz havada yer səthinə çatan düz radiasiyadır. Yəni bulud olmayanda bu düz radiasiya adlanır. Bu da daha çox tropik qurşaqlarda daha çox üstünlük təşkil edir. Sonra ekvatorial qurşaqda isə bu düz radiasiya daha çox azdır. Çünki niyə? Ekvatorial qurşaqda daha çox buludluluq, yağış olduğu üçün ona görə biz buna nə deyəcəyik? Burada düz radiasiyanın kəmiyyəti az, səpələnən radiasiyanın kəmiyyəti isə çoxdur. İkincisi elə səpələnən radiasiyadır. Səpələnən radiasiya isə buludluğun çox olduğu ərazilərdə günəş şüalarının səpələnmiş formada yer səthinə düşməsidir. Bu da ekvatorial və mülayim enliklərdə daha çox üstünlük təşkil eləyir. Ümumiyyətlə, düz və səpələnən radiasiyanın ümumi cəmi ümumi radiasiyadır. Ümumi radiasiyanın ümumiyyətlə maksimum qiyməti tropiklərdədir. Bu tropiklərdə 220 kilokalori təşkil eləyir. Ən aşağı qiyməti isə əsasən qütblərdədir. Minimum 30-50 kilokalori arasında dəyişir. İndi ümumi radiasiyanın bir hissəsi yer səthindən udulur, bir hissəsi isə əks olunur. Bunların cəmi ümumi radiasiyanı təşkil edir. Ümumiyyətlə, ümumi radiasiya hətta onun əks olunan radiasiya ilə fərqi udulan radiasiyanı yaradır. Bu udulan radiasiya da radiasiya balansı adlanır. Əks olunan radiasiyanın digər adı da albedodur. Yəni bir də belə bir sxemdə qeyd edək. Yəni günəşdən gələn şüanın bir hissəsi deməli udulur, digər hissəsi isə əks olunur. Bu əks olunan albedo da adlanır. Albedo adlanır və bu əks olunanla udulan radiasiyanın əks olunan, üstəgəl udulan bərabərdir ümumi radiasiyaya. Bax, burada ümumi radiasiya ilə əks olunan radiasiyanın fərqi udulan radiasiyanı yaradır və udulan radiasiya da radiasiya balansı adlanır. Bunu yadınızda saxlayın. Sonra ümumiyyətlə radiasiyanın daha çox belə deyək, aldığı kəmiyyət əsasən buzlaqlardadır. Bu qarda, buzlaqlardadır 90-95%. Sonra meşələrdə 40% əks etdirir. 30%-ə 40%-ə yaxın əks etdirir. Sonra gəldik torpağa da 25%, qumda 40%, ən belə deyək, az isə əks etdirən 15%-dir. Çünki su istilik tutumludur. Daha çox qalan 85%-ni udur. Deməli, nə oldu? Ən çox bunu məsələn böyükdən kiçiyə və kiçikdən böyüyə düz desələr necə eləyəcəksiniz? Deməli, birinci əks olunan radiasiyanın kəmiyyəti buzlaqda çoxdur, 95%, sonra qumda 40%, meşədə 30%. Fikir versiniz, açıq səthlərə doğru getdikcə daha çox dəyişir, artır. Sonra torpaq 25%, su isə 15% əks olunur. Bax, bu da əsasən radiasiya ilə bağlı əsas hissələr idi. Və burada radiasiya ilə bağlı məsələlər ola bilər. Nə tipli məsələ ola bilər? Məsələn, qeyd edə bilər ki, tutaq ki, ümumi radiasiyanın 30%, yəni 40 kakalı, burada ümumi radiasiyanın 30%, yəni 40 kakalı əks olunandır, udulan radiasiyanı tap. Ümumi radiasiyada belə deyək, bilmirik də nədir. İndi biz burada nə edirik? Bax, belə bir tənasüb qururuq. Tutaq ki, udulan radiasiya ilə bizə deyir ki, ümumi radiasiyanı tap. Ümumi ilə udulanı tap. Bunları bizdən istəyir ki, tapaq. İndi biz burada nə edirik? Deməli, deyir ki, udulan radiasiya 30%, yəni 40 kakalıdır. Yəni, hansı ədədin 30%-i 40 edir? Bax, bunu tapmalıyıq. Deməli, 30% əgər 40-a bərabərdirsə, bəs 100% nəyə bərabərdir? Bax, bunu tapmaq lazımdır. Bax, bunu belə hesablayırıq və
Lap bunu 30 eləməyim, 20 eləyim, daha tam ədəd alınsın, yəni daha rahat başa düşməyiniz üçün 20% elədim. Deməli, bunu da vurduq buna, elədi nə qədər? Elədi 4000. 4000-i də böldük 20-yə, elədi nə qədər? Oldu. Deməli, bununla bu getdi. 4000-i də 20-yə böləndə qalacaq 200. Aydındır. Oldu nə qədər? 200, deməli, kilokalori. Radiasiyanın kəmiyyəti kilokalori ilə hesablanır. Deməli, oldu 200 kilokalori. Yəni 200 kilokalori ümumi radiasiyadır. Onun 20%-i 40 kalori eləyir. 20%-i oldu nə? Deməli, udulan, daha doğrusu əks olunan radiasiya. Bəs udulan radiasiyanı necə tapacağıq? Bizdə belə bir düstur dedik. Ümumi radiasiya bərabərdir udulan üstə gəlinsin əks olunan. İndi ümumi radiasiyamız 200-dür. Fikir ver. Bərabərdir. Udulan radiasiyamız nə qədərdir? Bunu bilmirik. İndi bu əks olunan isə 40-dır. İndi 200-dən 40-ı çıxarıq elə ümumi radiasiyadan əks olunanı çıxarıq, eləyər 160. Deməli, udulan radiasiyanın miqdarı nə qədərdir? 160 kilokaloridir. Yəni imtahana bu tipli suallar düşə bilər. Burada da yenə deyirəm, sizin faiz bilikləriniz əsas önəmlidir. Yəni məsələn, udulan ümumi radiasiyanın 20%, yəni 40 kakalı, 40 kilokalorisi. Baxırsan görsən 20%, 40-dırsa, əgər 100% nə qədər olacaq? Yəni tam ədəd neçə olacaq? Bax bunu belə hesablayırsınız. Sonra havanın temperaturu. Havanın temperaturu nədir? Havada olan istilik, hərarət havanın temperaturu adlanır. Havanın temperatur ölçülməsi 8 dəfə 3 saatdan bir və yaxud 6 dəfə 4 saatdan bir ölçülür və onun sayına bölünür və orta temperatur tapılır. Əsasən havanın temperaturunu ölçmək üçün kölgəli ərazidə ölçülür. Niyə görə? Çünki əgər belə deyək, günün altında promoy belə deyək, heç bir kölgə olmadan ölçülərsə, bu avtomatik temperaturun öz istiliyi, yəni günəşin təsiri ilə yaratdığı öz istiliyini ölçəcək. Ancaq kölgəli ərazidə ölçülən zaman temperatur havadakı olan istiliyi ölçülür. Bax bunu da yadınızda saxlayın. Sonra Stuttgart temperatur hesablanması bunu biz bayaq qeyd elədik. Yəni 8 dəfə ölçürlər 3 saatdan bir və onları toplayıb bölürlər 8-ə. Orta illik temperatur yer kürəsi üzərində əsasən tropik qurşaqlarda daha çox, qütblərə doğru isə bunların kəmiyyəti azalır. Deməli, Stuttgart temperatur amplitudası nədir? Gün ərzində ən yüksək və ən aşağı temperaturun fərqidir. Məsələn, gün ərzində tutaq ki, qeydə alınıb, tutaq ki, 27 dərəcə ən yüksək, ən aşağı isə müsbət 2 dərəcə. 27-dən çıxırsan 2-ni, qalır 25 dərəcə. Bu amplitudadır. İndi Stuttgart temperatur amplitudu daha çox tropik səhralarda çoxdur bunun kəmiyyəti. Ancaq illik temperatur amplitudu isə mülayimdə daha çoxdur. Bunu yadınızda saxlayın. İndi yer kürəsi üzərində mütləq maksimum temperatur Liviya şəhərində, Liviya ümumiyyətlə ərazisində, Tripoli şəhərində, Liviya ölkəsi ərazisində, Tripoli şəhərində müsbət 58,1 dərəcədir. Qərb yarımkürəsində isə ölüm dərəsində ABŞ-da müsbət 56,7 dərəcədir. Cənubda isə ən minimum belə deyək, nöqtə isə ən minimum temperatur isə Yapon mütəxəssislərin ölçmələri nəticəsində Fuji günbəzində -91 dərəcə. Bir də şimal yarımkürəsində isə, yəni şimalda isə Oymyakon şəhərində -71 dərəcədə Rusiya Federasiya ərazisində yerləşmişdir. Bu da burada bəzi əraziləri qeyd olunub, maksimum, minimum nöqtələr. Sonra burada Stuttgart temperatur amplitudu dedik ki, əsasən tropik səhralarda olur. Bu səhraların da biz belə deyək, yerlərini göstəririk. Yəni burada əsasən səhralarda üstünlük təşkil edir. Ancaq illik temperatur amplitudu isə əsasən mülayim enliklərdə olur. Mülayim enliklərdə yerləşən ərazilərdə illik temperatur amplitudası çoxdur və illik temperatur amplitudası nədir? İl ərzində ən isti ayın isti temperaturu ilə ən soyuq ayın ən soyuq temperaturu arasında fərqi bu adlanır. İllik temperatur amplitudası adlanır. Atmosfer təzyiqi nədir? Atmosfer təzyiqi yer səthinə, oradakı cisimlərə təsir edən qüvvədir. Yəni sanki bizi ağırlıq qüvvəsinə çəkən, yəni bizi ağırlıq edən ağır bir
kəmiyyət yaradan bir qüvvədir. Bizi yer səthinə itən bir qüvvədir bu atmosfer təzyiqi. Atmosfer təzyiqini təyin etmək üçün civəli, barometr, bir də mayeəsiz, belə deyək də, barometr aneroidi ilə ölçülür. Normal atmosfer təzyiqini ölçüblər 45 dərəcəli paraleldə okean səviyyəsində 0 dərəcə temperaturda 760 mm Civessonudur. Yəni siz burada okean, indi bu dərslərdə də, bu belə deyək də, testlərdə də düşəndə 0 dərəcəli, yəni 0 dərəcəli, yəni 0 metrdə, ondan sonra dəniz səviyyəsindən, okean səviyyəsindən bu 760 mm Civessonu mütləq şəkildə biz götürməliyik. Əgər 760 mm-dən çox olarsa yüksək, aşağı olarsa isə bu alçaqdır. Bundan məsələn qeydə alınıb yer kürəsi üzərində dünyada ən yüksək, yadınızda saxlayın, soyuq havada yüksək atmosfer təzyiqi olur. İsti havada isə alçaq atmosfer təzyiqi olur. Burada məsələn yüksək atmosfer təzyiqi Rusiyada Sibir bölgəsində 816 mm Civesson, ən aşağıda isə Yaponiyada Nelson qasırğası zamanı 641 mm Civessonu qeydə alınmışdı. Bax bu da əsasən coğrafi enliklər üzrə müxtəlif təzyiq qurşaqlarının yaranmasına təsir etmişdi. Bir də ki, burada atmosfer təzyiqi hər 10 metrə 1 mm Civessonu aşağı düşdüyü qeyd edək. Bu 3000 metrə qədər bu belə davam eləyir və eyni belə deyək atmosfer təzyiqinə malik olan nöqtələri birləşdirən xəttlər izobarlar adlanır. Bunu da yadımızda saxlayaq. Bax, təzyiq qurşaqları var. Təzyiq qurşaqları atmosfer təzyiqinin əsasında formalaşmışdır. Termiklər var, dinamiklər var. Bunları əzbər şəkildə bilmək lazımdır. Termiklər temperaturun təsirinə yaranan, dinamiklər isə yerin öz oxu ətrafında hərəkəti ilə yaranan təzyiq qurşaqlarıdır. Termiklər hansılardır? Ekvatorial və şimal və cənub qütbüdür. Dinamiklər hansılardır? Deməli, mülayimlərdir. Bir də ki, tropiklərdir. Fikir versəz, deməli, alçaq təzyiq qurşaqlarında, yəni ekvatoriallarda və mülayimlərdə qalxan havadır. Yüksək təzyiq qurşaqlarında isə eynən havadır. Ona görə də alçaq təzyiq qurşaqlarında daha çox rütubətli, yağışlı ərazilər üstünlük təşkil edir. Yüksək təzyiq qurşaqlarında isə daha, belə deyək, quru, arid iqlim, yağıntısız, belə deyək, ərazilər təşkil edir. Rütubət nədir? Rütubət ümumiyyətlə havada olan suyun miqdarıdır. Havada olan rütubətin miqdarıdır. Havanın elementlərindən biridir. Temperaturdur, təzyiqdir, rütubətdir, onlardan biridir. Yəni havada olan, bir kub havada olan suyun saxlama qabiliyyətidir. Ümumiyyətlə buxarlanma, yəni buxarın saxlama qabiliyyəti adlanır rütubət. Rütubət ümumiyyətlə nədir? Rütubət havanın ümumiyyətlə temperaturu, yəni temperatur baxımından da rütubətin dəyişməsi mövcuddur. Yəni temperatur yüksəldikcə yadınızda saxlayın, havada olan su buxarının saxlama qabiliyyəti də artır. Yəni nisbi rütubət, belə deyək, azalır, ancaq su saxlama qabiliyyəti artır. Belə bir cümlə ilə ifadə eləyim. Yəni bax, tutaq ki, belə bir çəlləkdir. Bu çəlləyin içərisində bu nə qədər su varsa, bu məsələn bu elə rütubətdir. Bunun çəlləyin forması, çəlləyin həcmi məsələn tutaq ki, 1 kub metrdə bir çəlləkdir. 1 kub metrdə olan çəlləkdir. Bu kub metrdə olan çəlləyin su tutumu məsələn olur tutaq ki, məsələn 9 qram. Yəni bu 9 qrama qədər bu su tuta bilər, rütubət tuta bilər. İndi bu faktiki bunun əgər 9 qram tutursa bu su havada, yəni belə deyək, bu otaqda verilən temperaturda 9 qram tutursa, bu bunun mütləq rütubətidir. Yəni bunu bir elmi dildə də desə, yəni havada olan su buxarının miqdarı qramla ifadəsi bu mütləq rütubətdir. Yəni tutaq ki, 1 kub havada 10 dərəcə temperaturda 9 qram su buxarı mövcuddursa, bu mütləq rütubətdir. Yəni 9 qram özü qramla ifadə mütləq rütubətdir. Bəs nisbi rütubət nədir? Nisbi rütubət isə bunun faizlə nisbətidir. Yəni məsələn deməli 10 dərəcəli temperaturda bu havada 1 kub havada 60%
60% rütubət var, 60% su var. İndi bu 60%-i tapırsan 10 dərəcədə indi biz burada cədvəl deyəcəyik. Bu cədvəldə fikir verin, bunları öyrənəcəksiniz. Məsələn, -20 dərəcədə 1 qram su saxlaya bilər. Su saxlama qabiliyyəti var. -10 dərəcədə 2,5, 0 dərəcədə 5 qram, 10 dərəcədə 9, 20 dərəcədə 17, 30 dərəcədə 30 qram. Yəni bunlar bu su saxlama qabiliyyətinə malikdir. Bunları biləndən sonra, məsələn 10 dərəcədə 1 kub havada nə qədər su buxarı olmalıdır? 9 qram. Normalda 100% olmalıdır. Ancaq burada 60% varsa, deməli nə qədər su buxarı var? Deməli 60% varsa nə olacaq? 6 9-un 54 olacaq 5,4 qram. Deməli bax 5,4 qram bunun mütləq rütubətli idi. 60% isə bunun nisbi rütubətli idi. Ümid edirəm ki, bunu başa sala bildim bu hissəni. Sonra burada məsələn rütubətlilik əgər 30%-dən aşağıdırsa, aşağı rütubət, quru hava, 36 normal, 60-dan yuxarısı ifrat rütubətlilik sayılır. Bunu yadınızda saxlayın. İndi bax burada doymuş hava var, doymamış hava var. Əgər su buxarı lazımi qədər su varsa bir kub havada, yəni 100%-ə yaxındırsa, yəni məsələn 10 qramda 9 qram su buxarı tutursa, yəni 8-9 qram su buxarı varsa, orada demək doymuş havadır. Əgər 10 qramlıq, yəni 10 dərəcəlik temperaturda 9 qramlıq su tutma kapasitəsi olan havada 1-2 dərəcəlik belə deyək su varsa, deməli bu doymamışdır. Yəni doymağa uzaq olan bir havadır bu. Ona görə belə deyirlər, doymamış hava qeyd olunur. Sonra havada olan rütubəti hiqrometr və hiqroqraf adlı cihazlarla ölçə bilirlər. Sonra biz burada rütubət əmsalında deyək. Rütubət əmsalı nədir? Mövcud yağıntının mümkün buxarlama, yəni buxarlama qabiliyyətinə olan nisbətidir. Məsələn, yağıntı belə deyək, çox olanda rütubətlənmə əmsalının vahidi də ümumiyyətlə qiyməti də çox olur. Məsələn, rütubətlənmə əmsalı vahiddən kiçik olanda quraq iqlimdir, ariddir. Vahidə bərabər və vahiddən böyük olarsa isə bu humid iqlimdir, yəni rütubətli iqlim şəraiti yaradır. Arid iqlimdə belə bitki ehtiyatı zəifdir, seyrəkdir çay şəbəkəsi. Rütubətli iqlimdə isə, humid iqlimdə isə bitki ehtiyatı da çay şəbəkəsi də sıx olur. Bu onun əsas xüsusiyyətlərindən biridir. Məsələn, birdən bərabər, birdən böyük ekvatorial meşələr, tayqa, tundra, ifrat rütubətlilikdir burada. Yəni ekvatoriyada meşə yağıntılarla bağlı olan rütubətlilikdir. Tayqa, tundra zonasında isə yağıntılar da azdır, buxarlanma qabiliyyəti də, yəni işıq da, şüa da azdır deyə burada rütubət belə deyilir, birdən böyük, birdən vahiddən böyük və vahidə bərabər olur. Savanna zol yarpaqlı meşələrdə 0,1, 0,8, 1-ə qədərdir. Çöllərdə 0,3, 0,6-ya qədərdir. Yarım səhrada 0,3, 0,1-ə qədərdir. Səhralarda 0,1-dən də aşağı, artıq bu nədir? Rütubət çatışmamazlığıdır. Ümumiyyətlə 0,3-dən aşağı, 0,6-dan aşağı bunlar rütubət çatışmamazlığı hesab olunurlar. Bu da indi burada rütubətlə bağlı biraz da izah vermək istəyirəm. Yəni bax, məsələn, burada deyir ki, bir kub havada, bunu mən belə çəllək kimi fikirləşirəm. Tutaq ki, 10 dərəcə temperaturdur. Deməli, 10 dərəcəlik temperaturdur. Deyir ki, 10 dərəcə Selsidir bir kub havada. Burada deyir ki, ümumiyyətlə, bir kub havada 10 dərəcəlik temperaturda nisbi rütubətlilik 60%-dir. Bax, 60% verib. Bizə deyir, mütləq rütubətlilik tapın. Bax, diqqətlə qulaq asın, uşaqlar. 60% deyirsə, bunu yəni faizlə ifadə edib. Havada olan suyun miqdarı faizləndir. İndi bizə qramla tapmağı deyir, yəni mütləq rütubətliliyi deyir. Niyə edirik? Deməli, bir kub havada, biz oradakı yuxarıda cədvəl demişdim. Bax, bu cədvəli əzbərləyirik qəşəng şəkildə. Bunları əzbərləyirik. Deməli, baxırıq 10 dərəcədə nə qədərdir? 9 qram su var. Deməli, 9 qram çatmaq üçün bu 100% olmalıdır. Ancaq burada nə qədər var? 60% var. Görürsünüz? 60%. Bunu çarpaz şəkildə vurduq. Nə qədər? 6-9-un 54. 5,4 qram. Deməli, bir kub havada 9 qram tam 100% ola biləcək bir havada 60% su buxarı var. Bu olur 5,4 qram.
Bura qədər hər şey bax bu formada gedir. Yəni burada oldu mütləq rütubət, bu oldu nisbi rütubət. Yadınızda saxlayın ki, havanın temperaturu artdıqca nisbi rütubət azalır. İndi bunu da göstərəcəm necə olur. Bu 10 dərəcədə bu qədərdir. İndi deyir ki, havanın deməli temperaturu 1 kub havada, havanın temperaturu 1 kub havada 10 dərəcəlik havadır, təbii ki. 1 kub havada 5,4 qram su var. Düzdür? İndi deyir ki, burada havanın temperaturu 10 dərəcə qalxaraq 20 dərəcə oldu da. İndi 10 dərəcə qalxanda 20 dərəcə Selsi oldu. İndi burada deyir ki, nisbi rütubət nə qədər olacaq? İndi bax bu 5,4 qram 10 dərəcədə bu qədər idi. 60% idi. Düzdürmü? Bax bir dənə diqqətlə qulaq asın. 20 dərəcədə nə qədər olacaq? 20-nin də öz tutumu var da, belə deyək. 20-nin 1 kub havada 17 qram su tutumu var. Bu 17 qram deməli 100%-dir. Bəs yaxşı 5,4 qram nə qədər olacaq? X%. Aydındır. Bax fikir verirsiniz. Yəni burada 60% olan bir 5,4 qram su deməli 10%, 10 dərəcədə. 20 dərəcədə neçə faiz olacaq? Təbii ki, azalacaq. Çünki bu əvvəl 17 qram idi. İndi bu 9 qram tutur. Gör neçə faiz belə deyək dəyişiklik olacaq. İndi onu da necə eləyirik? 5,4-ü 5,4-ü vururuq neçəyə? 100-ə. 5,4 vurulsun 100 bölünsün 17 oldu 30 deməli 1%. 31,7 ilə 32% götürək. 32%. Gördünüz uşaqlar? Yəni burada əvvəl 60% idisə bu 10 dərəcədə 20%də 32%-ə düşdü. 20 dərəcədə 32%-ə düşdü. Ona görə də biz deyirik ki, temperatur artanda nisbi rütubət belə deyək azalır. Mütləq rütubətdə olduğu kimi qalıb da. İndi artmağı, yəni əsas nisbi rütubətdir. Nisbi rütubəti bilirik ki, budur. Və yaxud da ki, belə bir şey ola bilər. Tutaq ki, belə deyək də 20 dərəcədə elə 32% nisbi rütubət var. Elə yəni 5,4 qram 5,4 qram su var. İndi deyir hava birdən-birə 20 dərəcə düşərək 0 dərəcə oldu. 0 dərəcədə deyir ki, nisbi rütubət, daha doğrusu 0 dərəcəyə keçən zaman hava nə qədər su buxarı itirə bilər? Bax, məsələn 5,4 qram tutaq ki, 20 dərəcədə temperaturda faktiki su var. Bu qədər var. Bu 0 dərəcəyə keçən zaman isə bu 0 dərəcədə yenə bax bu cədvəlimiz vardı. Bunu ona görə deyirəm əzbərlik mahiyyəti. Burada 5 qram su tutur. Düzdürmü bu 0 dərəcədə? 1 kub havada. 1 kub havada 5 qram bu maksimumda, bu 100%-dir. İndi ancaq burada fikir ver. 20 dərəcədə 5,4 qram var. Bu buradan bura keçən zaman 0,4 qram nə olacaq? İtəcək və bu 5 qram tam olacaq. Hava doymuş olacaq. Aydındır? Və bu indi imtahanlarda da deyirlər ki, məsələn bu 20 dərəcədən 0 dərəcəyə keçərkən, məsələn mütləq rütubətdə məsələn 15 dərəcədir. Nə qədər su itkiyə gedə bilər və yaxud da nə qədər su buxarlana bilər? Burada deməli 5,4 qramdan 5 qrama keçid edərkən 0,4 qram deməli nə olacaq? Buxarlanacaq. Belə deyək, itkiyə gedəcək. Bax bu da rütubət məsələləri ilə bağlı bəzi izahlar idi ki, buna da diqqət edərsiniz.